Hər kəsə salam. Bugün turşuların aktivlik sırasına nəzər salacağıq. Turşular nə zaman bir-birini duzundan sıxışdırıb çıxara bilər? İlk olaraq aktivlik sırasına baxsaq, ən əvvəldə yerləşən qüvvətli olan turşudur. Get-gedə qüvvətlilik zəifləyir. Yəni bu qeyri-üzvü turşulardan ən qüvvətlisi bu sıra üzrə sulfat turşusu, ən zəifi isə silikat turşusudur. Baxaq birinci reaksiyaya. Birinci reaksiya nəyə görə gedir? Çünki sulfat turşusu aktivlik sırasında xlorid turşusundan əvvəldədir və əvvəldə olduğu üçün ondan qüvvətlidir və duzundan onu sıxışdırıb çıxara bilir. Lakin ikinci reaksiya nəyə görə getmir? Çünki xlorid turşusu aktivlik sırasında sulfat turşusundan sonra yerləşir. Sonra yerləşənin qüvvətliliyi daha aşağı olduğundan onu duzundan, özünə qüvvətliliyi duzundan sıxışdırıb çıxara bilmir. Xlorid, nitrat və ortofosfat turşuları aktivlik sırasına nəzər salsaq eyni sırada yerləşir. Bunlar nə zaman bir-birlərini duzundan sıxışdırıb çıxara bilər? O şərtlə bir-birini duzundan sıxışdırıb çıxara bilər ki, reaksiya sonunda çöküntü əmələ gəlsin. Məsələn, gümüş, nitrat və xlorid turşusu. Ona görə reaksiya daxil olur ki, gümüş xlorla gümüş xlorid çöküntüsü əmələ gətirir. Amma bu ikinci reaksiya nəyə görə getmir? Çünki natrium xlorla heç bir çöküntü əmələ gətirmədiyi üçün bu reaksiyaya getməz. Sonra baxsaq hidrogen sulfit turşusu. Hidrogen sulfit turşusu görürük ki, aktivlik sırasında sonlarda yerləşir. Yəni aktivliyi nisbətən zəif olan turşulardandır. Hidrogen sulfit turşusu, yəni sulfit turşusu nə qədər zəif turşu olmuş olsa da, çöküntü əmələ gəlmək şərti ilə özündən qüvvətli olan turşuları duzundan çıxara bilir. Aktivlik sırasında görürük ki, nitrat turşusu sulfit turşusundan xeyli əvvəldədir. Bəs nəyə görə bunlar reaksiya daxil olur? Çünki qurğuşun kükürlə qurğuşun iki sulfit çöküntüsü əmələ gətirir. Ona görə də bu reaksiya gedə bilir. Və bir də reaksiyanın əvvəlində duz əgər çöküntü halında olmuş olsa belə turşu ilə reaksiya daxil olur. Təbii ki, əgər onun duzun tərkibindəki turşu qalığı həmin bu turşudan zəifdirsə, yəni turşu onu çıxara bilirsə, duz çöküntü halında olsa belə bu reaksiya gedir. Aktivlik sırasında da xlorid turşusu karbonat turşusundan əvvəldədir, ondan qüvvətlidir. Və dəmir 2 karbonat çöküntü halında olan bir duz olmuş olsa belə xlorid turşusu onu duzundan sıxışdırıb çıxara bilir.